Daha öncə bel ağrınız hansı vəziyyətdəykən artırsa, diaqnozunuzun o olma ehtimalı var başlıqlı video ilə sizi maarifləndirdik. İndi isə tam tərsi olaraq hansı vəziyyətdəykən bel ağrılarınız azalırsa, diaqnozunuzun o olma ehtimalı ola bilər. Bu haqda sizi bilgiləndirəcəyik. Əgər oturarkən ağrılarınız azalırsa, bu üç səbəbdən qaynaqlana bilər. Ya bel nahiyəsində olan əzələlərdən, miofasial ağrılar dediyimiz bu əzələlərdən qaynaqlı ola bilər. Ya faset artropatiyası dediyimiz bel nahiyəsindəki kiçik oynaqlardan qaynaqlana bilər. Ya da ki, onural kanalının darlığından qaynaqlana bilər. Əgər gəzərkən ağrılarınız azalırsa, bu sakroiliak qaynaqlı omaqalça oynağından qaynaqlana bilər və yaxud da faset artropatiyasından ola bilər. Əgər döl vəziyyəti dediyimiz qıvrıq vəziyyətdəykən ağrılarınız azalırsa, bu fəqərarası disk yırtığından qaynaqlana bilər. Əgər ayaqdaykən və yeriyərkən ağrılarınız azalırsa, bu diskogen mənşəli, yəni diskin özündən qaynaqlana bilər.